Koyunun neyi? Bunu oku. Koyunun gığı. Temizdir yoksa neciz? Ne demeydi gığı? Koyunun indi sidi, indi bu gığdır, gığ deyirlər də, hə? Hə. Elhamdülillah, aydın oldu. Yadda saxlayın məndən qayda olaraq. O heyvanın ki əti yeyilir, icazəlidir. O heyvanın sidiyi də, qığı da təmizdir. Problem yoxdur, təmizdir, nəcis deyil. Məsələn qoyun. Qoyunun sidiyi birdən paltara dəysə, hə, təmizləyirsən, nəcis deyil. İnək, dəvənin sidiyi, nəcis deyil. Donuz, əti yeyilir, sidiyi də, qığı da, necə deyirlər, nəcisdir. Qayda olaraq əzbərin, aydın oldu? Bismillahirrahmanirrahim. Xoş gördük əziz izləyicilərimiz. Mənə gəlir bu da artıq yeni bir cəhalət növüdür. Çünki belə bir video çıxdı qarşıma, istədim sizlərlə paylaşım. Nə düşünürlər, hardan oxuyurlar bunu, necə bu qənaətə gəlirlər, həqiqətən çox maraqlıdır. Normal əqidəsi olan, düşüncəsi, məntiqi təfəkkür olan insan niyə belə bir fikrə düşsün axı? Harada yazılıb bu? Belə bir hökmlər harada verilib? Bunlar kimin uydurmasıdır? Din yəni belə hökmlərdən ibarətdir. İslamın Quranın göstərildiyi o gözəl müqəddəs kitab, mükəmməl kitab Quran bəyən belə bir hökmlərdən ibarətdir. Necə başa düşək biz bunu? Yəni həqiqətən bu əqidəyə, bu fikrə inanan insanların var olması və gün-gündən sayının artması da doğrudan çox bərbad bir haldır. Neynəmək olar ki? Cəhalət artıq bilirsiniz nədir? Boğur insanları, həqiqətən boğur.